Dünən ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Ağdam rayonunda bir sıra təsərrüfata ciddi ziyan vurub. Güclü dolu və qasırğa rayonun Ergi Düzü adlanan ərazisində tikililərə, avtomobillərə və kənd təsərrüfatı texnikasına ziyan vurub. Külək və dolu nəticəsində, yəni tikililərimizə çox ciddi ziyan dəyibdir və təsərrüfatda da onun kimi 50 hektarlıq sahəni demək olar ki, bir 60%-ni tamamilə sıradan çıxardıb. Yüzlərlə hektar dənli bitki və tərəvəz, eləcə də bostan sahələri zərər görüb. Bizim dalanlara ziyan dəyib, sonra olacaq evlərimizə ziyan dəyib, qonşuda əkdiyi bostan bitki tərəvəzlərinə ziyan dəyib və digər qonşunun necə bizimki dağıldığı kimi onunki də dağılıb. Ondan başqa yüz aşağı getdikcə qonşuların hamısına ziyan dəyib. Ziyan çəkən təsərrüfat və texnikalardan biri də Murad Rüstəmova məxsusdur. Bildirdi ki, baş verən hadisə zamanı ona məxsus əkin sahəsinin 60%-i sıradan çıxıb. Elektrik təsərrüfatına ziyan vurub. İşıq, elektrik məsələsi də yəni yoxdur və yanmır işıqlar. Qeyd edək ki, sözü gedən ərazidə keçmiş məcburi köçkünlər məskunlaşıb. Emin Babayev, Diana Cəlali, SBS Xəbər, Ağdam.